əziz xanımlarımız, əziz analarımız, qız uşağı olan analarımız ilk menstrual sikl qız uşaqlarında bu olur 12-13 yaşında. 12-13 yaşından və yaxud da ki 14 yaşına kimi deyək. Əgər bu yaşdan tez, yəni 9-10 yaşında və yaxud da ki 14 yaşından yuxarı uşaqlarımızda görürüksə ki, menstrual sikl olmur, bundan narahat olmaq lazımdır. Bu gələcəkdə müəyyən bir problemlərin olmağına gətirib çıxardacaq mütləq şəkildə. Ona görə, əgər bu yaşlarda menstruasiya görməyən qız uşaqlarınız varsa, ginekoloqa qız uşağını aparmaq olmaz stereotipi artıq yoxdur. Yəni olmamalıdır. Biz artıq birbaşa ginekoloqa müraciət etməliyik ki, problemin nədən olduğunu görək. Menstruasiya oldu, ilk menstruasiya oldu qız uşaqlarında və gecikmələr nə olur? Aylarla gecikir, 2-3 ay olmur, 2-3 aydan sonra olur və yaxud da ki, dərman preparatlarına artıq üst tutmaq istəyirsiniz. Bax, bu da problemli bir vəziyyətdir. Fikirləşməyin ki, böyüyəcək, müəyyən bir yaşı gələcək, ondan sonra düzələcək. Xeyr, siz artıq gələcəkdə baş verə bilən problemlərini, eləcə də polikistozun, eləcə də hormonal problemlərin bir başlanğıcına artıq yol açırsınız və ona görə də vaxtında belə bir narahatçılıqlarımız olarsa həkimə müraciət eləmək lazımdır.